Gəncəli döyüşçü Şahin Balayev Ukraynadan doğma şəhərinə qızıl medalla dönüb. İdmançı Shaolin döyüş növləri üzrə 2-ci dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əməkdar məşqçi Tanrıverdi Məmmədovun yetirməsi Mao Tao döyüşündə çəkisi 85 kiloqramdan yuxarı olan idmançılar mübarizəsində qalib gəlib. Balayev dünya çempionatında 3 görüş keçirib. O, bu nəticə ilə gələn ilin mart ayında Tayvanda təşkil olunacaq mötəbər yarışa dəvət alıb. Xatırladaq ki, Balayev ötən il İtaliyada karatenin VKG versiyası üzrə dünya çempionu olub. İkinci dəfəmdir bu. Bir dəfəm dünya çempionu olmuşam karatedən. Bu profesional döyüş üzrə birinci dəfə idi özümü sırdım. Əmin idim özümdən. Düzdür, həyəcan var idi. İlk dəfə deyim olar ki, profesional döyüşlə çıxırdım və gözləyirdim hardasa. Düzdür, birincilik hardasa bəlkə də ikincilik gözləyirdim, bilirdim yer tutacam. Amma bu birincilik doğrudan mənim üçün də çox sevindirici oldu, yəni uğurlu oldu. İnanıram ki, daha arxasını gətirəcəyik.